Tarix boyunca antisemitizm, yəni yəhudilərə qarşı ayrı-seçkilik, nifrət və zorakılıq müxtəlif formalarda təzahür edib. Son zamanlar davam edən İsrail-Fələstin münaqişəsi isə bu nifrəti daha da alovlandırdı. Ümumilikdə isə bu nifrətin səbəbləri çox şaxəlidir və onları anlamaq üçün tarixi, dini, siyasi və sosial amillərə nəzər salmaq lazımdır. Xristian Avropasında əsrlər boyu yəhudilər Məsihin qatilləri kimi təqdim olunmuş, bu isə dərin dini qərəzlərin formalaşmasına gətirib çıxarmışdı. İncəsənətdə, ədəbiyyatda və dini təbliğatlarda yəhudilər mənfi obrazlarda təsvir olunur, bu da cəmiyyətlərdə nifrəti gücləndirirdi. Orta əsrlərdə Avropada yəhudilərin bir çox peşələrlə məşğul olmaları qadağan edilirdi. Onlar əsasən maliyyə, kredit və ticarət sahələrinə yönəlmişdilər. Zamanla yəhudilərin bu sahələrdə uğur qazanması narazılıq doğurmuş, stereotiplər yaranmışdı. Məsələn, yəhudilər pula tamahkardı kimi damğalar formalaşmışdı. Yəhudilər çox vaxt başqa kimi görülüb, əksəriyyət cəmiyyətlərdə yad sayılıblar. Bu fərqliliklər millətçilik ideologiyalarının yüksəliş dövründə daha da qabardılıb və yəhudilər haqsız yerə xəyanətkar və ya düşmən kimi təqdim olunublar. Nifrətin ən dəhşətli nəticəsi 2-ci Dünya müharibəsi zamanı baş verdi. Nasist Almaniyası yəhudiləri sistemli şəkildə məhv etmək siyasəti apardı. Bu siyasətin nəticəsində 6 milyon yəhudi öldürüldü. Holokost insanlıq tarixində nifrətin necə faciəvi nəticələr doğura biləcəyinin ən acı nümunəsidir. Bugün də dünyanın bəzi yerlərində antisemitizm davam edir. Səbəbləri müxtəlifdir. Dini qərəzlər, siyasi manipulyasiyalar və ya ideoloji düşmənçilik. Sosial şəbəkələrdə və bəzi siyasi diskurslarda yalançı qlobal yəhudi sui-qəsdi nəzəriyyələri hələ də tirajlanır. Əslində, yəhudi xalqı minillər boyu insanlığa böyük töhfələr verib. Tək Allahlıq inancı, qanun qarşısında bərabərlik ideyası, etik və fəlsəfi dəyərlər, elmdə, tibbdə, mədəniyyətdə saysız nailiyyətlər. Yəhudi dini ənənəsinə görə hər bir insan dəyərlidir və doğru əməlləri olan hər kəs Tanrı qarşısında hörmətə layiqdir. Yəhudilər sadəcə olaraq varlıqlarını qorumaq, kimliklərini yaşatmaq istəyirlər. Bu, hər xalqın təbii haqqıdır. Onlar kiminsə həyatına və ya inancına zərər vermək istəmir. Sadəcə öz ənənələrini davam etdirmək arzusundadırlar. Yəhudilərə niyə nifrət var sualının cavabı əsrlər boyu formalaşmış dini qərəzlərdə, siyasi manipulyasiyalarda və sosial stereotiplərdə gizlənir. Bəs sizcə, yəhudilər həqiqətən bu qədər nifrətə layiqdirmi? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Dünya güc balansı hər gün dəyişir. Bəs bu prizmanın mərkəzində hansı güc dayanır? Very confident. Prizma siyasi, iqtisadi, hərbi və texnoloji göstəriciləri təhlil edir. Qanuni və məşru. Qlobal güc oyunlarının regionumuza təsirini burada izləyəcəksiniz.